Axşamınız xeyir. Salam Ceyhun. Mümtəz bəy, üzrünü sanırsan Allah. Axşam vaxtı narahat elədim sizi, qadanızı alarım. Necə? Səsin yaxşı gəlmir, ey qardaş. Üzrlü sayı ola bilər telefondandır. Bir-iki sual vermək istəyirəm. Müsəlmansan qardaş. Belə bir sualdır ki, bu sənin verdiyin cavabla mən sənə söz verdim ki, yəni kişi söz verdim. Əgər istədiyim düzgün bir cavab olsa, sənə söz verirəm. Burada 1900 nəfər adam var. Sabahdan qusur alıb namaz qılacaq. Yox, indi kəlmə-i şəhadət deyəsən. İndi kəlmə-i şəhadət deyəsən. Yaxşı, razı. Elementarlı bir sual vermək istəyirəm. Yəni bilmək istəyirəm, amma maraq. Səni qane eləsə deməyək. Mənim sənin sualıma verəcəyim cavab məntiqlidirsə, kəlmə-i şəhadət deyəsən. Razısan? Təbii ki. Yox, qane eləmək yox, məntiqə uyğun cavab. Okey, buyur. Qız uşağına neçə yaşından sonra günah yazılır? Ümumiyyətlə, İslamın şəriətinə görə, qardaş, konkret yaş həddi təyin olunmur. Nə kişi üçün, nə qadın üçün. Rəşid yaş deyilir də, rəşid yaş. Yəni, rəşid yaş ərəbcə bu mənanı verir ki, yəni onun artıq müəyyən strukturları özündə cəm edən yaş. Təkmilləşmişlər, belə deyim, təkmilləşmiş. Bəli, təkmilləşmiş yaş. Təkmilləşmiş yaş, neçə yaş edirik? Yəni, Quranda... Deyirəm, müəyyən bir yaş yox, həddi yoxdur da buna, qardaş. Amma belə, yəni 9 yaşdır da, səhv etmirəmsə. Yox, səhv edirsiniz. Rüşd yaşı, qardaş. Rüşd yaşı neçədir? Yəni 30 yaşı varsa... Bax, elə bir rüşd yaşı deyə bir şey yoxdur. Gəl sənə izah edeyim. Ümumiyyətlə, ərəblərdə bizdə misal üçün yeniyetmə deyəndə hansı yaş kateqoriyası buna daxildir? Yeniyetmə ərəblə, mən ərəb deyiləm. Ərəb yox, Azərbaycan dilində yeniyetmə sözü var, qardaş. Hansı yaş kateqoriyası buna daxildir? Yeniyetmə 18-dən yuxarı mən bilənir. 15-dən, qardaş, yeniyetmə 14-dən 18-ə qədər. Düz? 18-dən 24-ə 25-ə qədər gənc deyilir. Düz? Gənc, bəli. Əhsən. Və necə ki görürsən bu yaş kateqoriyasına 18-dən 24-ə nə daxildir? 19, 20, 21, 22, 23 fərqli yaşlar var. İslamda yaş kateqoriyası sənin düşündüyün kimi belə bir yaş kateqoriyası yoxdur. Amma kimdə donursa çıxsın, girsin, düzələcək. Amma rüşd yaşı ağlı başında həddi buluq yaşına çatmış, özünü rahat və azad şəkildə idarə edə biləcəyi yaş demək. Başa düşdüm. Bura kimi dastasındır, deyildir. Mənim demək istədiyim, neçə yaşdan sonra günah yazılır qız uşağına? Qardaş, yaxşını pisdən ayrı bildikdən sonra yazılır. Yaxşıdır, bu yaxşıdır, bu pisdir, bunu etmək olar, bunu etmək olmaz. Belə insan var ki, qardaş, mən üzr istəyirəm, belə deyim, mən pis üçün pisəm, yaxşı üçün yaxşıyam. Ortaya belə bir sual çıxır. Mənim sadəcə sual... Bu şəxsi yanaşma. Vaxtınızı aldığım üçün üzr istəyirəm. Mən bilirəm səndən sual verəsən, qardaş. 2000 nəfər insan var, yəni mən sənə sual verəcəyimi bilirəm. Mən verəcəyim bir sual belə bir sualdır. Körpə götürək, hətta 3 yaşında bir uşağa bir kişi zorluyur. O uşağın günahı nə edir ki, Allah o uşağı cəzalandırır? Yox, Allah burada kimi cəzalandırır? Allah burada kimi cəzalandırır? Cavab budur. Uşağın günahı nə ediyor? Bəli? Hə, cavab budur, qardaş. Bax, diqqətim məndədir. Bəli. Tamam. Bax, dürüst şəkildə 2000 nəfərin içində dedin ki, əgər məntiqli cavab versin. Mən duran oğlan da deyiləm. İnşallah qismət olar bir-birimizə tanıyarıq. Tamam qardaş, tamam. Bax, ümumiyyətlə məsələ nədir? Allah kimi cəzalandırdı? Bir dənə mikrofonu bağlayın, zəhmət olmasın. Mən? Hə, Valtərcan işləyirdi, üzrlü sayın qardaş. Hə, kömək edin, inşallah. Özü yandı. Buyur. Hər bir halda mən sizə kömək edeyim, yanımızdan çox səs gəlir. Bax, ümumiyyətlə, burada Allah kimisə cəzalandırır demək səhvdir. Allah burada heç kimi cəzalandırmır. Məsələ nədir? Burada ümumiyyətlə məsuliyyətin Allaha aidiyyəti yoxdur. Çünki Allah Əzzə və Cəl o məsələdə birbaşa özü iştirak etmədi. Və ya bir fərd, x bir fərd, 50 yaşı var, 30 yaşı var, 25 yaşı var, fərq etməz. Öz iradəsi ilə həddi buluq yaşına çatmamış bir körpə uşağı gedib fiziki zorakılıq edərək öldürürsə,
Allah burada kimisə cəzalandırırmı? Qətiyyətli şəkildə xeyr. Yox, öldürürsə Burada demirəm, məsələ nədir? Öldürürsə demirəm. Bax, hətta nə inirsə fərq etməz. Öldürməsin, yaxşı. Bəli. Allah burada heç bir cəza vermir heç kimə. Hə, məsələ nədir? Məsələ budur ki, Allah cəza verəcək kimi mütləq verəcək. Məsələ nə olur? O körpə uşaq əgər ölürsə, cənnətlə müjdələnmiş olur. Amma Yox, buna burada 15 dənə sadə primitiv misal çəkərəm, heç birinə elmi sübut gətirə bilmərsən. Amma həqiqətinə inanırsan. Bax, o uşağın, xahiş edirəm, mikrofonunuzu mən bitirəcəyimi deyim, ondan sonra açın. O fərdin, X fərdinin müəyyən bir yaşı var və bu adam gedir, körpə bir uşağa fiziki zorakılıq edir. Tamam, götürək ki, uşaq ölməyib. O uşağın göstərilən fiziki zorakılığa görə Allah burada müştərək gəlib hər hansı bir iştirakçıda iştirak eləməyib. Yəni Allah o işi icra edən adama o işi icra eləməsi üçün məcbur etməyib. Hətta daha maraqlısı nədir? Allah o işi etməməsi üçün ona öncədən xəbərdar edib. Quran vasitəsilə, fitrəti vasitəsilə, misal Ceyhun bu günlərim dinsiz ola niyə gedib körpə uşağı zorlamır? Çünki fitrəti xüsusiyyətləri buna icazə vermir. Təbiəti bunu qəbul etmir. Yəni insansı təbiət zaten bu işi neyniyir? Qəbul etmir. Amma bir insan bunu edirsə, Allah buna niyə icazə verir? Sualından daha çox adam sual verir ki, yəni bu sualın cavabı var əslində bu arada. Adam sual verir ki, Allah burada kimi cəzalandırır? Allah burada heç kimi cəzalandırmır. Sadəcə burada dünyada mövcud olan sabit bir qanun uyğunluq var. Bu qanun uyğunluqda Allahın verdiyi iradə ilə sənə, Ceyhuna, Ayətoğluya, mənə, canlıdakı 2000 nəfərə verdiyi iradə ilə insanların bəzi məsələlərdə verdiyi qərarlar və etdiyi seçimlərin nəticəsinin təcəssümüdür. Bir adam öz iradəsi ilə gedir bir seçim edir. Etdiyi seçimdə bir insana zülm edərək onu öldürür və ya zorakılıq edir. Öldürməsin. Allah burada kimisə mi cəzalandırdı? Heç də. Xeyr. Sadəcə məsələ budur ki, Allah mənə iradə vermişdi. Mən bu işi bu cür etdim. İkinci bir məsələ. Məsələnin cəza konsepti ölümdən sonraki həyat üçündür. Mən bu işi burada icra etdiyim üçün günahsız bir adamı öldürməyin cəzası Qurana görə əbədi cəhənnəmdir. Quran kontekstinə görə mən ölümdən sonraki həyatda zülm etdiyimə görə əbədiyyən cəhənnəmdə qalacam. Xüsusən də hələ mən qul haqqına girirəmsə. İndi məsələ budur ki, cavab budur ki, Allah heç kimi qətiyyətli şəkildə bu işdə cəzalandırmır. Çünki bu dünyada Allahın bu cür bir cəzası yoxdur. Cəza var bu dünyada. Misal insanların etdiyi əməllərə görə Allahın insanlara bu dünyadan başlayaraq verdiyi cəzalar var. Amma o uşağın ölümündə ümumiyyətlə Allahın heç bir məsuliyyəti yoxdur. Çünki insanların iradəsi və seçimləri vardır. Allah o işi icra edən zalıma cəhənnəmdə əbədi əzab verəcək. Cavab heç o ikinci kontekstidə, yəni cəhənnəm, cənnət, ölümdən sonraki həyat. Məsələnin birinci konteksti burasındadır ki, Ceyhun bəyin verdiyi sualın cavabı olaraq ki, o uşağın heç də Allahın heç bir cəzasını çəkmir o uşaq. Sadəcə bir insanda iradə var. İradəsi olan bir insanın seçiminin nəticəsinin təcəssümüdür. Məsələ bu qədər bəsitdir. Misal da çəkim, bitirirəm. Misal mən bu günlərim bıçaq zavodundan bir bıçağı alıram, gəlirim evə çörəyimi doğrayıram, yeyirəm. Eyni anda da o bıçağı götürüb, misal Ceyhunu öldürürəm. İndi mən Ceyhunu o bıçaqla öldürdüyümə görə məsuliyyəti mən daşıyıram, yoxsa bıçaq zavodu? Əlbət ki, mən. Çünki bıçaq zavodu bu bıçağı mən Ceyhunu öldürüm deyə istehsal etməmişdi. Hətta mənə o bıçağın təlimlərində bunun kəsici alət olduğunu bildirmişdi. Mən bunların vasitəsilə insanlara xələl yetirməməli olacağımı da bildirmişdi. Necə ki Allah Ceyhunu, məni və insanları yaradıb iradə verib, o iradə ilə də insanların nəyi seçəcəyini Quran və Peyğəmbər və imamlar vasitəsilə bizə izah edir. Hə, indi bir adam seçim edib gedib birisinə zülm edirsə, məsuliyyəti heç də Allah daşımır. Buyurun Ceyhun bəy. Hə, başa düşdüm. Yaxşı, burada Allahın nə rolu var? Hansı bir rolu var? Belə bir sual çıxırdı ortaya. Hər şeyi bilən, hər şeyi görən, hər şeyi Yox, Allahın
nə rolu var? Bir sualdır. Üzr istəyirəm qardaş. Bax, Allahın nə rolu var? Birinci sualdır. Amma bu artıq sualdan sual yaranan məsələdir. Məsələnin kökünə qayıdaq. Sən sual Hər bu vermişdin. sualdan mən ona görə də üzr istəyirəm. Yox, bir dəqiqə. Sən sual verdin, ey qardaş. O uşaq Allah bu Bəli. işdə kimi cəzalandırdı? Bunun cavabını məntiqi Bəli. olaraq aldım. Məntiqi qardaşım, sənə qurban olaram. Bax, sən Estağfurullah. məntiqi olaraq mənə demədin. Sən elmi belə izah elədin, amma izahda uyğun gəlmir. Çox Misal üzr nə istəyirəm, uyğun ey ifadəmə gəlmir? görə, Nümunə səni çək. qadağalarım. Misal nə uyğun gəlir? Məsəl üçün deyirsən ki, Allah burada cəzalandırmır, o dünyada cəzalandıracaq. Yox, mən o dünyanı demirəm. Bax, deyirəm ki, sən sual verirsən ki, Allah burada kimi cəzalandırır? Mən də deyirəm ki, Allahın orada birbaşa gəlib iştirakı, heç bir iştirakı yoxdur Allahın. Bəs Nə oldu bu qardaş? Problem yox. həmən suala bir də qayıdaq. Yəni belə deyək də, Allah hər yerdədir. Düzdürmü? Allah hər yerdədir, Səs xəta gəlir. Bəli, Allah hər yerdədir ifadəsi düz ifadə deyil. Yaxşı, Allah hardadır? Haradadır? Qəlbimizdə? Olar cavab verin. Buyur. Haradadır sualı məkanı özündə zəruri edir. Allah haradadır demək xətalıdır. Allah haradadır desək, məkanı onun üçün zəruri edəcəyik. Misal, müntəzir haradadır desən, müntəziri müəyyən bir məkana salmaq zəruri olacaq. Ona görə də Allah haradadır deyə bilmərik. Çünki Allah haradadır demək Allah üçün məkanı zəruri edir. Biz deyirik ki, bunun cavabında elə bir məkan yoxdur ki, Allahı əhatə edə bilsin. Yaxşı, sənin fikrinlə gedək də, belə bir sual çıxır ortaya. Aha. Allah tək varlıqdır da. Allah təkdir. Bəli. Quranda mən deyə müraciət edilir, yoxsa biz deyə? Biz bəzi ayələrdə Biz deyəndə kimi nəzərdə tutub? cavab budur ki, bax bu indi gəl belə eləyək. Cavab verirəm. Çox bəsit. Elə eləməyək də, mən sənə sözümüz vermişəm, qardaşım, başqa dönərəm. Bu suala cavab versən, məntiqli olsa okeysən, hə? Yox, bu suala yox. Mənim beynimdə, suallarım. ağlımda, şuurumda olan suallarımı Tamam. düzgün yönləndirsin. Yaxşı, bildim. Bax, ümumiyyətlə, ədəbiyyatda, bədii üslubda belə bir qayda var. Bu nədir? Biz demək, mövcud mahiyyəti böyütmək deməkdir. Misal üçün, müntəzir danışanda mən şəxs təkəm, düz? Mən danışanda deyirəm ki, biz bu gün canlını buna görə açmışıq. Amma təkəm. Bu bir şişirtmə şeyidir də, yəni ədəbiyyatda istifadə olunur. Azərbaycan da ədəbiyyatından da istifadə olunur. Azərbaycan ədəbiyyatında biz cəm şəkildə deməkdir, qardaşım. Biz cəm şəkilsidir. Misal üçün, el bilir ki, sən mənimsən ifadəsində... Larlər cəm şəkilsidir. Tamam, başqa dönərəm. Qardaş, icazə verirsən? Buyur. Yaxşı, səndən sonra icazə versən, mən deyərəm. El bilir ki, sən mənimsən ifadəsində bütün el onun o kəsə aid olduğunu bilmirdi. Amma ifadə olaraq el bilir ki, sən mənimsən demək, məsələnin böyüklüyünü göstərmək üçündür. Onu tanıyanlar. Bənzətmə. Yox, məsələnin sadəcə böyüklüyünü göstərir. İndi məsələ nə? Dilçilik elmində bəlağət üslubu var. Bu üslubda ümumiyyətlə biz, siz və bunun kimi ifadələrin işlənməsi tək şəxsə, bu məsələdə şəxsin öz mahiyyətini ucaltmaq üçün istifadə olunur. Allahın Quranda biz ifadəsini ərəb ləfzi ilə işlətməsində Allahın şəninin böyüklüyünü izah edir. Yəni burada biz deyəndə çoxluqdan bəhs etmir. Başa düşdüm, qardaşım. Bu deyir ki, mənə şərik qoşmaq ən böyük günahlardan biridir. Bəli, Allaha şərik qoşmaq ən böyük günahlardan biridir. Amma öz-özünə şərik qoşur, biz deyə müraciət eləyir. Təkrar edirəm. Biz demək... Təkrar eləməyə ehtiyac yoxdur, qardaşım. Dediyin dassasındır. Axı, bu cümləsində biz deyə müraciət eləyir. Biz cəm şəkilçisi gedir. Yəni, cavab verirəm. Təkrar olaraq, biz təkə işlənməsindəki səbəb budur ki, bu bədii üslubda fərdin, yəni təkin böyüklüyünü göstərir. Allahın biz deyə... Razıyam, belə bir sual çıxır ortaya. Allah Quranda səhv eləyə bilməz ki? Zəlzələ surəsini oxumusunuz, nə yəqin ki, 22-ci ayədə səhv eləmirəmsə. Nə deyir ayədə?
Orada deyir ki, biz dağları yaratdıq ki, zəlzələlər olmasın. Yox, elə demir. Necə deyir? Mən ola bilər səhv olmuşam. Sizcə necə deyir? Hızlı göstər. Zəlzələ bir dəqiqə neçə dediniz? Səhv etmirəmsə, ola bilər bu ayənin hansını səhv eləyə bilərəm. 22-ci ayədir ya 21. Belə bir ayəsi olmalı. Zəlzələ surəsi deyil o. Başqa surənin adı nə idi uşaqlar? Zəlzələ surəsidir qardaşım. Zəlzələ surəsində surəsi yazılır ki, deyil. biz dağları yaratdıq ki, burada belə bir şey çıxırdı ortaya qardaş. Zəlzələ surəsi deyil qardaş. Hansı surədir? Onu deyə bilərsən sən? Zəlzələ surəsi 8 ayədən ibarətdir. Surə Yaxşı. 7-ci ayəsində, 1-ci ayəsində zəlzələ haqqında nə deyib? Deyib biz dağları yaratdıq ki, orada zəlzələlər olmasın. Ənbiya surəsinin 31-ci ayəsində deyir ki, Allah Əzzə və Cəllə Bismillahirrahmanirrahim. Və cəalnə yerin onları yırğalamamasından, yəni tərpətməməsindən ötürü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə orada geniş yollar saldıq. Aha. Başa düşdüm. Başa düşdüm. Şamaxıda dağlar var da. Müntəzir. Bəli, Şamaxıda dağlar, Ənbiya 31. Bəli, Şamaxıda dağlar var. Şamaxıda niyə zəlzələ olur? Axı Çünki Allah deyir ki, dağdır. qardaşım, ümumiyyətlə ayə əslində elmi bir dəlil göstərir bizə. Deyir ki, ay cəmaət, bax Lori dildə izah edirəm. Ayə deyir ki, ay cəmaət, dağlar harda varsa, zəlzələləri də Allah ora cəm edib. Dağlar olmayan yerlərdə zəlzələ olmur. Ayə deyir ki, yerin, bax qulaq as, yerin onları yırğalamamasından ötürü orada möhkəm dağlar yaratdıq. Deməli, dağlar olan yerdə zəlzələ olur. Düz? Çində dağ yoxdur. Qardaş, Cavab verim də icazə versən. yoxdur nədir? Başqa şey söhbət. Deyirsən ki, sual versən, Şamaxıda dağlıq var, düz? Bəli, orada zəlzələ var. Mən də deyirəm ki, ayət elə bunu deyir də. Deyir Şamax. Hə. Biləsuvarda dağ yoxdur qardaşım, amma Biləsuvarda zəlzələ olur. Ayə də deyir ki, elə Şamaxıda dağ var ha. Bax o bölgədə zəlzələ olacaq. Çünki biz orada dağ yaratmışıq. Biləsuvarda dağ yoxdur, ata. Ata, Biləsuvarda dağ yoxdur, amma Biləsuvarda dağ yoxdur, Biləsuvarda zəlzələ olur. Qardaşım, bax, zəlzələnin ümumiyyətlə olmasının tək səbəbi dağlar deyil. Zəlzələlərin olmasının 4 fərqli səbəbi olur. Sadəcə dağlıq bölgələrdə zəlzələlər daha çox olur. Dağlıq bölgələrdə zəlzələlərin daha çox olmasının səbəbi də ayənin kontekstinə elmi və jeoloji cəhətdən uyğun deyə ayə deyir ki, təbiət hadisəsidir də. bax, icazə ver. Ayə nə deyir? Ayə deyir ki, dağlar olan yerdə zəlzələ olacaq. Düz? Aha. Əhsən. Dağlıq bölgələrdə zəlzələ çox olur yoxsa yox? Mən də ay sağ ol, çox olur. Hə də ayə də bunu deyir də zaten. Hə, abla yaxşı, Biləsuvarda dağ yoxdur. Mən bunun da cavabı budur ki, Biləsuvar yox hansı bölgələr olsun, dağlıq olmayan bölgələrdə də zəlzələnin olmasının səbəbləri ola bilər. Çünki zəlzələ 4 fərqli səbəbdən olur. Tektonik hərəkətlər, vulkanik partlamalar, yerin alt qatında çukurlaşmalar. Buna təbiət hadisəsi deyək. Nə uzadaq ki? Təbiət hadisəsi. Qardaş, sənə mən izah verirəm. Deyirsən ki, bax mən sizə deyirəm ki, zəlzələnin olması üçün 4 dənə fərqli səbəb var. Bunlardan biri dağlıq bölgədir. Dağlıq bölgəyə də ayə işarə edir. Bizə ayə deyir ki, ay cəmaət, dağlıq bölgədə zəlzələ çox olur. Və bu günlərim elmi müstəvidə təsdiqlənir. Başa düşdüm də səni mənim qardaşım. Qardaş, sənin qazanlaram. Yenə gəldi bu, hə? Hə? Bax, o zəlzələ surəsini, o dediyin surəni oxudun sən? Ənbiya 31 oxudum, bəli. Hə, üzr istəyirəm, dönə. Bir dənə onu təkrar edə bilərsən, nə deyir orada? Yerin, yer qatının, onları, yəni bizi insanları, zəlzələyə məruz qalmamaları üçün, yılğalanmamalarından ötürü orada möhkəm dağlar yaratdıq deyir. Yaratdıq. Düzdür? Bəli. Biri Allahdır bunu. Aha.
digərində deyəcəksən ki, o cəm şəkildə, belə bir şəkildə deyəcək. Yəni xalqa qardaşım elə dayanırsan sənin qadağanlarına. Elə bil sən Bu çox məxəttibə dəyməsin. Bunu 5-ci sinif ədəbiyyatı oxuyan bir adam belə bilir. Misal mən anlatmışam. Mən sənə elə bir şey deyim. O günlərin bir dənə qulaq as bilərsən. O günlərin bir dənə qardaşım, o günlərin bir dənə story paylaşdım. 2 gün bundan qabaq. Story'da yazdım ki, bu gün axşam canlı açaq sual vermişəm. İndi sənə bir dənə mənə qulaq as. İndi mən canlını açmaq üçün bir nəfərəm. Yəni mənim yerimə, mənim səhifəmdə bu günə kimi bu günlərim axşam canlı açaq. İndi səhv yazmışam. Bu günləri biz canlı açaq sözü cümləyə uyğun gəlmir. Qardaş, bu bədii üslubdur da. Ay gözəl qardaş. Bədii üslub. Aydındır? Bir icazə versən mənə. Buyur. Buyur, qardaş, sən necəsiniz? Qardaş, bir dənə üzr istəyirəm. Qardaş, sənə bir sual da verəcəm. Onu dediyim kimi, Mənə icazə verin, sizin sualınıza bir dənə cavab qardaşım, verim. qadan alaram, başına dönərəm sən, balığın başına dönərəm. Bir dənə onu deyim. Bir sual verəcəm, qaqa, sən ona, yəni məni qane edəcək şəkildə cavab versin, mən yenə də deyirəm. İstədiyin şəkildə sənə sübut eləyərəm ki, mən həqiqətən usullandım, namaz qıldım, kəlmə şəhadətimi deyirsən, ha deyərsən, indi də deyərəm. Yəni onu mən əzbər də bilirəm. Mənim sadəcə bilmək istədiyim bir şey var. Quranda vacib qorulan 5 şeylərdir. Namaz, oruç, fikirat, zəkat, belə bir şeylərdir də. Səsim gəlir abi sənə? Bəli. Hə, bu Quranda 5 vacib bir şey var. 5 deyil qardaş. Quranda Firuddin deyirsənsə 10'dur o. Razıyam, 15'dir, 5'dir, 3'dür, bunları bildim. Hər nəsə, hə. Peyğəmbərin dövründən sonra olub da. Xeyr, Peyğəmbər dövründə də var idi. Razıyam, oldu da oldu. İndi qəbilələr ki var, qəbilələr. Meymunu kəsir, insanı kəsir, doğrayır, yeyir də bunlar. Aha. Onlar öləndə ona gedib kim haqq hesabda sual verəcək ki, sənin orucun var, namazın var. Bu danışa bilmir. Bu insan danışa bilmir. Cavab budur ki, acayip qardaş, qoy cavab bildim də nə deyirsən, qoy cavab ver. Buyur. Cavab budur ki, onlar namazdan, orucdan sorğu-sual olunmayacaqlar. Allah Əzzə və Cəllə. Səbəb mən müsəlman ölkəsində yaranmışam. Mənim abzaloqamdır. Sözümü bax kəsməsən, mən cavab verəcəm. Buyur qardaş, yaxşı. Bax, bir çox məsələlər var ki, bu məsələlər Quran və din vasitəsilə gəlmir bizə. Misal, fitrəti xüsusiyyətlərimiz var. Misal, vicdan, qeyrət, namus, şərəf və s. bir çox fitrəti xüsusiyyətlər var. Bunlar o Afrikada hu deyib fırlanan qəbilələrdə də var. Səndə də var, məndə də var. Və bu fitrəti xüsusiyyətlərə görə insan ilkin sorğu-sual olunacaq. Yəni, misal üçün, Ceyhun bu günlərin müntəzirə haqsızlıq edirsə buna görə sorğu-sual olunacaq. Eynən, o qəbilədə Hokoko, Mokokoya qarşı etdiyi haqsızlığa görə, məsələn, Hokoko ceyran oğluyub, Mokoko da gəlib Hokokonun ceyranını oğurluyur. Ona görə Hokoko, Mokokonun ceyranını oğurladığına görə də Hokoko sorğu-sual olunacaq ki, Mokokonun ceyranını niyə oğurladın? Mokoko dedə ki, acımdan ölürdüm, mən. Amma, yox. Allah da deyəcək ki, Hokoko gedib ceyranı ovlaya bildiyinə görə, deməli sən də ovlaya bilərdin. Acından ölürsənsə, bu onun həll yolu deyil ki, oğurluq edəsən. Qardaş, mənim ovlayacaq bir dənə ceyran var, o da vura bilər məndə. Mən də deyirəm ki, bax, necə ki, Hokoko gedib ceyran ovlaya bilirsə, Mokoko da gedib ceyran ovlaya bilər. Bir dənə ceyran var. Meşədə bir dənə ceyran var. Onda sən bax məsələni zərurətləşdirirsən, əslində belə bir dünya yoxdur. Deyək ki var. Aha. Onda da Mokoko gedib Hokokoya xahiş eləməlidir ki, o ceyrandan biraz da bir kusokda mənə ver, acından ölməyim. Aydındır, oğurlamalı deyil. O Hokoko bunun Allah'a diyor ki gedib ondan istəsin. Hokoko'nun ümumiyyətlə orada Allah konsepsiyasının müzakirəsi deyil. Orada fitrətdə vicdan konsepsiyasının müzakirəsidir. Vicdan icazə vermir ki, Ceyhun'un ovladığı ceyranı müntəzir oğurlasın.
Qardaşım 21-ci əsrdə yaşayırıq. O texnologiyadan o xəbəri yoxdur. Ona sən vicdandan danışsan, o vicdan bilmir nədir? Bax, O nə vicdanın qardaş. bilmir. Ceyhun qardaş, məni dinləyirsən? Aycan. Bəli, təbii ki. Təşəkkür edirəm. Bax, dinlə. Birincisi, 21-ci əsrdə yaşayırıq, texnologiya bilmir nədir demək. Ümumiyyətlə, bunun vicdanla əlaqəsi yoxdur. Yəni, bir adam texnologiyanın və 21-ci əsrin sivilizasiyasından geridə qalsa belə, vicdanın nə olduğunu bu adam bilə bilər. Çünki biz az öncə sənlə ikimiz də təsdiq etdik ki, vicdan texnologiya ilə əlaqəli bir şey deyil. Vicdan Təbii ki. fitrəti, üzr istəyirəm, vicdan fitrəti xüsusiyyətdir. Yalan danışmaq fitrəti xüsusiyyətdir. Qeyrətli, namuslu olmaq fitrəti xüsusiyyətdir. Razısan bunda? Yəni bu mənə əvvəlfəzdən gəlib çıxmayıb. Bu mənim ailəmdə Tamam. gördüyüm təbiət. Din qeyrəti, Ceyhun, ay Ceyhun, Bəli, din bəli. qeyrəti əvvəlfəzdən gəlib çıxıb. Amma ümumi qeyrət anlayışı, misal milli qeyrət var, din qeyrəti var. Əgər əvvəlfəzdən gələni soruşursansa, bu din qeyrətidir. Mən Qardaşım, sənə, sənin başına dönərəm. bax, dinlə məni. Hindistanlı, Din qeyrəti, bir dənə üzr istəyirəm. Din Taylandlı, qeyrəti Hindistanlı, başqa üzr şeydir. istəyirəm. icazə Başa ver. düşdüm səni. Buyur. Mən danışa bilmirəm, qardaş. Mən küsürəm Danış, sənə. yaxşı, sən danış. Qutaranda deyərsən, biz də üzr istəyirəm. Sözün bitəndə deyərsən, Qardaş, mən sözüm bitəndə istəmirəm danışam. Mən istəyirəm ki, sualıma cavab verəm. Sən mənə sual vermisən ki, Axı suala O- düzgün mövqedə cavab vermirsən axı. cavab Qardaşım, mən verməyimə sana- qoymursan axı. Bir icazə ver, cavab Yaxşı. verim də. Ey gözəl qardaş. Ata, danış biz sən qulaq asaq. Mən danışa bilmirəm. Adam deyir ki, sən cavab verməmsən. Cavab verməyimə qoymursan, Buyur, buyur. Bax. Buyur, yaxşı, buyur. Sən sual verirsən ki, o qəbilələr ki var, sivilizasiyadan, dindən uzaqdılar. Bu qəbilə Allah tərəfindən nə ilə sorğu-sual olunacaq? Əvvəla bunu bax yaxşı-yaxşı dinlə. Quran kontekstinə görə bu adam dinin praktiki əməllərinə görə sorğu-sual olunmayacaq. Niyə? Çünki dinin praktiki əməlləri müsəlmanlara aiddir. Müsəlman olmayan adam dinin praktiki əməllərini icra etməli deyil. Amma əqidəvi məsələlər, misal üçün, birinci, Allaha inanc, yəni Allah da deməsək, bir yaradıcının var olduğuna inanmaq və ölümdən sonraki həyatın mövcud olduğuna inanmaq fitrəti xüsusiyyətdir. Bütün psixologiya alimləri, İslam alimləri və qeyri-müsəlman alimlər də bunu təsdiq edir ki, hər bir insan fitrəti olaraq bir yaradıcının var olduğuna, yəni Allah axtarmaq xüsusiyyətinə malikdir. Bir adam o qəbilədə yaşasa belə, yenə də bir yaradıcının var olduğuna ağlı ilə çata bilər. Mümkün deyil ki, texnologiya, yəni ehtimal deyil ki, bu adam texnologiyadan xəbəri olmasın, dindən, peyğəmbərdən, ayət oğlundan, canlıdakı 1800 nəfərdən xəbəri olmasın, amma ağlı ilə bir yaradıcının var olduğunu tapa bilər. Bu bir. Bu adam nə ilə sorğu-sual olunacaq? Birinci bununla sorğu-sual olunacaq ki, bu adam yaradıcıya inanırdı mı, inanmırdı mı? Çünki yaradıcıya inanmağı bizə din öyrətməyib. Din olmayanda da insanlar yaradıcıya inanırdı zaten. Əlavə olaraq, ikinci məsələ, fitrəti xüsusiyyətlərinə görə sorğu-sual olunacaq bu insanlar. Misal üçün, bu günlərin baxırsan ki, bir adam dindardır, namaz qılandır, ibadət eləyəndir, amma fitrətində xarablıq var. Yalan danışandır, nə bilim, oğurluq eləyəndir, insanlara pislik edən bir insandır. Bu onun fitrətindəki problemləri göstərir. Ya da bir insana baxırsan ki, qeyri-müsəlman bir adamdır, müsəlman deyil, amma fitrəti təmizdir. Yalan danışmaz, nə bilim, insanlara pislik etməz və s. Bu da onun fitrətinin yaxşı olduğunu göstərir. Deməli, fitrəti xüsusiyyətlər dindən gəlmir. İndi dini qoyduq qırağa. Əlimizdə nə qaldı? Yaradıcıya inan, fitrəti xüsusiyyətlər. İndi sual verirsən ha, o toplumdakı qəbilədəki insanlar nədən sorğu-sual olunacaq? Bir, yaradıcı barəsində sorğu-sual olunacaqlar. İki, bu aşağıda söyüş söyən qeyrətsizlər ki var ha, fitrətində problem olanlar. Bax o fitrəti xüsusiyyətlərinə görə sorğu-sual olunacaqlar. Aydın dəxi? Fikrin dastasındır qardaşım. İcazə verirsən, mən də sənə bir fikir bildirim. Bir icazə verirsən. Aşağıdan müsəlmanları, məni demirəm,
Mən özümü aid eləmirəm. Yo, Aşağıdan kim müsəlmanları. kimin dininə, Qardaş, bir dəqiqə əxlaqı- icazə ver, xahiş edirəm. Aşağıdan müsəlmanları və müsəlmanların dəyərlərini kim təhqir edirsə, yayımdakı bütün kişilər o söyüş söyənlərin kürəkənidir. Buyur qardaş, davam elə, səni dinləyirəm. Çətin, çox pis cavab verdin qardaş. Yəni nə bilim. Kürəkən dedim də söyüş söymədim ki, qardaş. Mehribanca olma Day əlaqəsi. nə deyəsən? Hə, day nə Yayımda deyəsən? olan 1800 dənə nə qədər kişi varsa hamısı oldu Bir yeznə. dənə adamın bu qədər çörəkəni olar, başı baxır. Adam bir dənə ilə bacaranmır. Hə, qardaş, belə bir şey deyim. Sən Hindistanda doğulsaydın, nə istək eləyərdin? Mən Azərbaycanda doğulmamışam, qardaş. Yox, o bax bir şeydir. Xristian ölkəsində doğulmusan? Xeyr. Ola bilər. Yəni hər kəsin yəni doğulduğu, o sənin inancın budur. Asur abi, xoş gəlmisən bu arada canlımıza. Hə, danış abi. İçin mən qarışıq hörmətlə yanaşmalıyıq. Sağ ol. Yəni hər Yəni mən kəs- əvvəl ateist olmuşam. İslam dinini özüm araşdırmışam. Sənə dediyim kimi də bir-iki suallarım var ki, onların maraq doğurur da məndə. Buyur. Onlar da yəqin ki, vaxtım var, 1-2 dəqiqə. Hələ ki verdiyim cavabların hansısa qane eləməyib səni, qardaş. Belə deyim də, hansısa bir nöqtəyə uyğun gedirəm, sənin verdiyin cavabla. Amma qarşıma bir dənə də sual çıxır. Problem yox, Başa ver düşsən? sualını. Ver, sən bu gün Həqiqətən. müsəlman qardaşın olacam mən, ver. Ay sən onu elə mən yəni belə deyim, sən deyirsən, dinə qeyrət əvvəlfəzdən gəlir də. Mən də Dini qeyrət. Bax, Dini qeyrət. dini hə. qeyrət başqa şeydir. Mən demirəm Yox. sənin qeyrətin. Sənin Yox, qeyrətin yox, var. onu heç kim Sənin demir. milli Onu heç qeyrətin kim var. Bax, sənin milli qeyrətin var, ürfi qeyrətin var. Sən öz cəmiyyətini, millətivi, torpağını, hətta sənin cəmiyyətində yaşayan müsəlmanları sevib dəyər verirsən. Bu sənin Təbii ki, fitrəti, təbii ki. qeyrətini göstərir. Amma dini Başa qeyrət düşdün? başqa Mən də şeydir. istəyirəm ki, yəni yenə onu deyirəm. Mən də istəyirəm ki, Dini yəni qeyrət nə əvvəlcə anlayış belə- ümumiyyətlə? Dini qeyrət, dinin dəyərlərini qorumaq, dinin dəyərlərinin alçaldıldığı zaman ona qarşı reaksiya vermə hissinin oyanmasının bəyanıdır, təcəssümüdür. Dini qeyrət buna deyərlər. Aydındır qardaş? Zeyn qardaş Başa buyur. düşdüm. Bəs qeyrət nə idi? Qeyrət qeyrət insanların qoruma və mənimsəmə xüsusiyyətlərinin təcəssümüdür. Sənin misal üçün Mənimsəmə. qoruma və mənimsəmə. Mənimsəmə də, yəni mənimsəmə. Yox, əsas gedir də bu. qorumadır. İndi belə bir şey dediyim kimi, sən izah elədiyin yollarla gedirəm, qabağıma 1-2 sual çıxır da. Yəni, Buyur, sualını bir də deyir ki, hə, sualım odur. Əziz qardaş, vaxtı alıram, üzürlü say. Ola bilər kimsə qoşulmaq istəyər, mən üzürlü saysın. Asla boş ver. Hə, de. Sual çıxırdı ortaya. Peyğəmbərimizdən sual verəcəm. Ver. Quranı Peyğəmbərin vasitəsilə olub. Yəni Allah deyir, Quranı nazil edib əhl-i bəşər açıqdır Peyğəmbərin incəliklərini. Belə bir söz çıxır ortaya. Peyğəmbər 9 yaşında səhv etmirəmsə yoldaşı olub. İndi Rəşid yaşında belə deyək. Xeyr, Peyğəmbər 9 yaşında yoldaş olmayıb. Neçə yaşında olub? 11? Xeyr. O sənin dediyin Ayşə xanımla Peyğəmbərin evliliyi 19 yaşda evlənib. Mən Zeynabı deyirəm. Zeynab, Məhəmməd İbn Zeydin yoldaşı ilə ailə həyatı qurub ha. Bilirsən onu? Muhammed ibn Zeyd kimdir qardaş? Məhəmmədin oğulluğa götürdüyü bir şəxs. Birincisi, o Muhammed ibn Zeyd deyil. Doğrusu Kimdir? Zeyd ibn Muhammed olardı. Amma Məhəmmədin Buyur, sənin dediyin sən oxumusan, sən daha yaxşı bilərsən. Quran Peyğəmbərin ümumiyyətlə İslamda oğulluq anlayışı yoxdur. Çünki Zeyd ibn Muhammed yox, Zeyd ibn Haris deyir Quran kontekstdə. Hətta gəl sənə bir ayə göstərim. Gör heç kim Yox, oxumur. göstərməyə ehtiyac yoxdur. Mənə faktla subutla danışmayın. Qardaş, mən elə sənin kəlmən mənə fakt subut. Allah kömək. Hə, yaxşı. Cavab budur ki, bax, Əhzab surəsinin 40-cı ayəsində Allah Taala buyurur ki: "Mə keyne Muhammedin əbə ahidin min rizalikum velakin rasul və xataman nabiyyə." Muhammed aranızdakı kişilərdən heç birinin atası deyildir. Və lakin rəsuldur və sonuncu nəbidir. Aha. Bu da sənin sualına cavabı. O Zeyd, bravo. Və üzr istəyirəm. Zeyd bin Harisin yoldaşı Zeynəb bin Cəhşi sənin dediyin kimi 9 yaşda zadda olmayıb qardaş. Zab 25 yaşında olub, 30 yaşında olub. Onu boşanıb, buna arvad olub. Bəli.
Aha. Səbəb axı bunun oğulluğa Hə. götürdüyü adam idi. Yo, bax az öncə sənə ayə sənə Əhzab 40-ı oxudum, qardaş. Təkrar edirəm. Dönə. İndi üzr istəyirəm qardaşım, bir dənə bir şey deyim. Xahiş edirəm. Atam yaşayır, üzr istəyirəm ifadəmə görə. Mənim atam rəhmətli gedib deyə sualı özümdən primer gətirə bilmirəm. Atam Qardaş, yaşayır. bir dənə ayəni, bir dənə nə olar? Bunu özün oxu. Bir dənə buranı oxu. Gör nə Qardaşım, yazır. mənə yox, mən Qardaşım, xahiş edirəm, bunu oxu, xahiş edirəm. Bunu oxu, xahiş edirəm. Oxu. Səsli. Yox, mən heç məktəbdə səsli oxumamışam qardaşım. Ay qardaşım, bunu oxudu, cəmaət 1900 nəfər səni izləyir. Bunu nə olar oxudu? 9 nəfər onu görmür, başqa dönür. Oxuyuram. Allah bir adamın ailəli- daxilində Mən- iki qardaş. ürək yaratmamışdır. Allah anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizin analarınız etməmiş. Oğulluğa, bax, oğulluğa götürdüklərinizi də nə etməmişdir? Hə. Oğullarınız etməmişdir. Aydındır? Başa düşdüm. Hə. Başa düşdüm səni. Tamam. Sənin dostun. Yaxın bir dostun. Üzr istəyirəm, mayfala primer məni gətirək. Əgər xətrə dəyərsə, primer məni gətirək. Qardaş, mənim şəxsimə dair misal çək. Sorun yox. Yəni dönə üzr istəyirəm, amma dönə Təkcə qardaş, dedə niyə üzr istəyirsən? Ay başqa dönü. Sənin dostun, Aha. sənin atom, sənin dostluğun boşandığı qadınla ailə həyatı qursa, bunlar reaksiyon nə olar? Tamam. Gəl belə götürək. Mənim dostumu aradan Belə çıxart. götürməyək. Hə. Çıxartma, niyə çıxart? O sənin dostundur. Mənim dostum, mənim atamın boşadığı qadınla. Yox, sənin dostun boşandığı qadınla sənin atom ailə həyatı qursa, buna sənin reaksiyon nə olar? Seçimidir, özü bilər. Nətər? Seçimidir, özü bilər, öz qərarıdır. Sənin atom özü bilər ki, sənin dostun yoldaşını alıb. Qardaş, əgər bax, bu kişi mənim bir dostum var, düz. Bir qadınla evlidir. Bunlar boşandılar. Oldular yad adam, düz. Axı o dostun Qardaş, bir dənə nə olar, xahiş edirəm, axını dediyin üçün Buyur, problem buyur, yaranır. buyur, qardaş, Bir dənə buyur, gəl buyur. təhlil edək. Bax, bir nəfər adam var. Boşandılar. Düz. Aha. Oldular yad adam. Düz. Aha. Tamam. Artıq bu qadın yad, yəni mənim dostuma yad bir qadındır. Düz. razı. Okey. İndi ortada bir mənim dədəm var. İndi mənim mamam dədəmə soxar. Qoymaz ailəsini evlənər. Ehtimal eləyək ki, indi Şirə subayda evlənmək Allah istəyir ömür də. versin. Allah Hə, ömür Allah versin. kim? Sağ ol qardaş. Fərz edək ki, bu kişi evlənmək istəyir. İndi bu kişi bu qadınla yolda tanış olublar. Bu qadın bu kişi ilə evlənməsində sorun var, yoxdur? Tanıyır, bilir. Qardaşım, tanıyır, bilir kimdir. Bilir Amma kimdir, sənin bax, dostluğun yoldaşıdır. bununla da mənim dostumla o qadının əlaqəsi yoxdur, bitdi. Dostumu qoyduq qırağa artıq. Ortada bir qadın var, bir də kişi var. Bu ikisinin evlənməsində deyirsən sorun var, deyirəm yoxdur. Necə yoxdur? Hansı məsələlərdə yoxdur? Bax, icazə ver. 1. Buyur. Dini cəhətdən haram deyil. 2. Azərbaycan Respublikasının konstitusiyası buna icazə verir. 3. Biyoloji olaraq burada heç bir sorun yoxdur. 4. Əbərfəzin qeyrəti harda qaldı? Əbərfəzin qeyrətini paylamışdıq İslam ölkəsinə. Və sən İslamdan dörsə sənin qeyrətin ona necə yol verir? Qardaş, əbərfəzin qeyrəti harda sən qaldığını ona bacı deyibsən, o dostluğun yoldaşına bacı deyə müraciət eləyibsən. Atom da onu alır. Sən buna necə reaksiya verərsən? Əbərfəzin qeyrəti harda qaldı, nədir? Yox, Əbərfəz dinə qeyrət paylamayıb, belə çıxmasın. Yəni dini qeyrət Əbərfəzdən gəlir. Yox, dini qeyrət bilirsən nədir, dostum? Sənin bu günlərin bayrağının rəngi var, yaşıl rəng. Yaşıl rəng o qədər ölkələrdə var ki. Sənin bayrağındakı yaşıl rəng var, ay dostum. Hə. Sənin o bayrağındakı o yaşıl rəngə kimsə dil uzadanda din qeyrəti buna icazə verir. Din qeyrəti ona icazə vermirdi. Hindistanın da bayrağında yaşıl rəng var. Amma Azərbaycandakı yaşıl rəng bir mənalı olaraq bilirsən nə Niyə işarə yaşıl edir? rəng yaşıl rəngdir? Bax, Azərbaycan Respublikasının bayrağındakı yaşıl rəng nəyin rəmzidir? Azərbaycandakı respublikasyon İslamidir.
Mən də deyirəm ki, dini qeyrət, dini qeyrət iminlə o İslam var, ha, İslam, rəmz olan İslam. Hə. Həmən o İslamın müdafiəçisi, İslam təhqir olunduğu zaman, İslam alçaldığı zaman, İslama dil uzandığı zaman oyanan hisslərə dini qeyrət deyirlər. Tək bizim bayrağımızdadır, tək Azərbaycan bayrağındadır yaşlı rəng. Azərbaycandakı bayraqda deyil, xeyr. Amma Azərbaycandakı bayrağın rəmzi İslamdır. Azərbaycandakı bayrağın rəmzi İslamdır, rəmzi. Başa düşdüm, sabah sənin bayrağın göy qırmızı, yaşıl yox, göy qırmızı, sarı olsa, sənin onda qeyrətin yoxdur, sənin onda İslamın yoxdur. Üzr İslam'a ifadəmə görə. Xeyr, o bayraqda mənim İslamım yoxdur. Onda sən yaşıl rənglə götürürsən də öz İslamı. Qardaş, İslam dinin yaşılla götürmürəm. Bax, birincisi sabah Azərbaycan bayrağı dəyişilə Aşiyyət tutmuyor qardaşım. İkincisi, qulaq as, qulaq as. İkincisi, o bayraq dəyişdirilə bilməz bir. İkincisi, deyək ki, dəyişdirildi. Ora qırmızı yox, roz rəng qoyuldu. Amma o rəng yenə də İslamı rəmzi olsa, mən o rəngi sevəcəm. Çünki İslamın rəmzi olacaq. Sənə rəngin görünümü yoxdur da onda. Yəni yaşıl rəngin sorunu yoxdur, amma mən deyirəm ki, sən bayaq sual verdin, bəs onda Əbəlfəzin qeyrəti harda qaldı? Cavab budur ki, ümumiyyətlə İslamda bomba olan söhbəti yoxdur. Tək İslamda yox, İslamda halal var, haram var. Savab var, günah var. Və sual verirsən halalı deyirəm. Halalı deyirəm. Sual verirsən ki, bu halda bu halaldır, cavab budur ki, bəli. Nətər axı sən o dostun yoldaşı, sən bazı deyil. Nətər, yaxşı, halal deyil. Yox. Niyə? Nəyə əsasən? Tamam, pis evlənmək. Bax, pis evlənmək. Evlənmək yaxşıdır. Təbii ki, yaxşıdır. Yox, deyirəm ki, süd bacı qardaş evliliyi pisdir, yaxşı. Mənim üçün bir cümlədə keçə bilməz. Niyə? Niyə nədir? Eyni anadan süd əmiblər bunlar. Elə şey olar. İslamdan başqa bunun olmazını gətir. Nəyə gətirim? Mən öz qeyrətimlə deyirəm ki, olmaz. Hansı qeyrətindən deyirsən? Öz qeyrətimlə. Hansı qeyrət? O qeyrət hardan gəlir? Mən deyirəm, qeyrət hardan yaranır? Qeyrət İslamdan Yox, mənə hardan gəlmir. yaranır demədim. Dedin, o öz qeyrətimdən. Deyim ona qeyrətidir. O sənin bayaq dediyin o hara qeyrətdir bu Əbəlfəzin qeyrəti. Bax, o Əbəlfəzin qeyrətidir. Sənə deyir, süd bacı qardaş evliliyi pisdir. Sən deyirsən olar axı. Mən deyirəm, olar süd bacı qardaş evliliyi. Sən o sualı verdin, mən deyirəm olmaz. Sən nə deyirsən? Mən deyirəm ki, mənim dinim deyir ki, olmaz. Sənin nəyin deyir olmaz? Sənin dinin deyir olmaz. Bəli. Mənim vicdanım deyir olmaz. O vicdan nəyə əsasən deyir onu? O nə deməkdir, nəyə əsasən deyir? O onu deməkdir ki, bir əsas olmalıdır. Yaşadığım mühitə əsasən deyir olmaz. Qardaş, misal, qırmızı işıqdan niyə keçmirsən? O qadağalar başqa şeydir, qardaş. Çünki konstitusiyada qanun var, düz. O dövlətin qoyduğu qanun başqa Sən bir də şeydir. konstitusiyaya əsasən qırmızı işıqda keçmirsən, düz. Hə. Əla. Mən də sənə deyirəm ki, süd bacı qardaş evliliyi pisdir. Mən İslamı dəyərlə yox. İslamdan başqa heç bir dəyər pisdir demir bu işə. Bir dənə İslamdır pis deyən. Nətər başqa sən görübsən ki, məsəl üçün mən xristian görmüşəm, mən bu dəqiqə belə pis çıxmasın. Qazaxıstandayam. Hələ də məsələn, bax anlamır, nə demək istədim. Deyirəm ki, Qurandan başqa süd bacı qardaş evliliyinin pis olduğunu deyən bir dənə əsas yoxdur. Qardaşım, sən dedin, mən o Quranı oxumamışam. Mən Qurana əsasən demirəm. Nəyə əsasən deyirsən ben? Ben deyirəm axı, gördüyüm mühitə aid deyirəm ki, olmaz. Mən atamın... Tamam. Səncə o mühit bunu özündən deyir, yoxsa nəyə əsaslanır? Nəyəsə əsaslanıb deyir? Yox.
Yox nədir? Nəyə yox Yox deyilən dediniz? şeylər var ki, qardaş, həqiqətən də Qardaş, olmaz. sual verirəm, bax, diqqətim məndədir. Deyirəm ki, o mühit, süd bacı qardaş evliliyinin pis olduğunu özündən deyir, yoxsa nəyəsə əsaslanıb deyir? Əsası da odur ki, eyni anadan süd əmmiş iki nəfər bir-birindən ailə həyatı qura bilməz. Yox, əsası o deyil. Əsası o deyil. Nədir bə? Əsası Qurandır. Mən Quranı oxumamışam qardaş. Sən deyirsən Qurandan mən əsas Sən oxumamısan, sənin ata-babaların, yaşadığın o cəmiyyət dedin, ha, böyüdüyün mühit. Bax o mühit. Onlar mən oxumamışam. Mən deyirəm ola bilməz. Mən Qurana adiyyəti deyir bunu. Ceyhun qardaş, məsələni çox uzatdı. Bitirəm. Məsələni köşə həll edirəm. Bax. Yox, onu mən deyirəm. O suala cavab ver də, başa düşürəm. Qardaş, sən bu suala qulaq as mənə, canım gözüm. Qulaq as. Buyur, əfə. Süd bacı qardaş evliliyinin pis olması Qurandan başqa heç bir yerdə yoxdur. Sən bunu istəyirsən mühitə görə denən, istəyirsən valideynindən aldığın tərbiyə görə denən, istəyirsən dostlanışından və s. Nəyə görə deyirsən deyə, Qurandan başqa bu olmaz deyən bir nüans yoxdur. İkinci məsələ, üzr istəyirəm. Qardaş, icazə ver. İkinci məsələ nədir? İkinci məsələ, sənin dediyin o, sənin dostluğun boşandığı bir qadınla atan evlənsə, buna necə baxarsan? Ümumiyyətlə, İslamda buna necə baxarsan anlayışı yoxdur. İslamda halal var, haram var. Bu şey halaldır, bəli halaldır. Hə, mənim atam bunu edərmi? Etməz. Niyə? Çünki Azərbaycan ürfündə böyüyüb. Mən o ürfdə böyümüşəm. Sən o ürfdə və ya digərləri, misal. Bu ürfdə böyüdüyümüzə görə, biz bu işləri icra etmərik. Ürfümüz buna icazə verməz. Hə, biz bu işi etmək məcburiyyətindəyimi? Deyilik. Allah hansısa ayədə demir ki, iminli gedin, bir nəfəri himayəvizə götürün, sonra evləndirin, sonra boşandırın, həmən adamla evlənin. Belə bir zərurət və ya məcburiyyət yoxdur. Bu bizim öz şəxsi keyfimizdir, istəsə edərik, istəsə etmərik. Başa düşdüm. Bəs yaxşı. Onda Məhəmməd Allah dedi ki, o Zeydin arvadan ha? Bax, bunun səbəbi nədir? Gəl səni izah eləyim. Əslində dəfələrlə izah etmişəm. Bilmirəm, bilmək istəyirəm. Ümumiyyətlə, Zeyd kimdir? Bax, Zeyd bin Haris, Musa Sadıqov istəyə atmışam, qalxmaq istəyən qalx. Birincisi, Zeyd bin Haris, Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin himayəsinə götürdüyü bir qul idi. O qulu Peyğəmbərə qul kimi hədiyyə eləyirlər. O dövrdə belə bir kontekst var. Peyğəmbər sadəcə bunu qulluqdan azad edir. Yəni qul kimi istəmir. Ona yaşaması üçün bir ev verir. Onun maddi və mənəvi ehtiyaclarını qarşılayır. Əhzab 37 bizə zaten bunu göstərir. Ayə bizə deyir ki, Allahın bir zamanlar nemət verdiyi və bir zaman sonra Allahın nemət verdiyi kəsə sənin də nemət verdiyin kəsə. Yəni Zeydə. Peyğəmbərimiz ona yardım edir. Peyğəmbər bunu müəyyən bir həddə qədər böyüdür. O körpü uşaq olmur ha bu arada. Onun yaşı var, başı var. Yəni əməlli başlı böyük bir adam olur. Muhammed Peyğəmbər Zeydi müəyyən qədər himayəsində saxlayır. Ondan sonra Zeydi illərdir özüylə bir yerdə böyüdüyü doğma bibisi qızı Zeynəb bin Cəhşi, qardaş icazə ver, doğma bibisi qızının, dost doğma bibisi qızının Zeynəb bin Cəhşiyə Zeyd üçün elçi gedir. Gedir Zeyd üçün elçi. Zeydə, öz doğma bibisi qızını alır. Zeydə, Peyğəmbər elçi düşür ha. Deyir ki, mən Zeydə görə qapınıza gəlmişəm. Və Peyğəmbərə görə Zeyd qul olduğu halda Zeynəb bin Cəhşi o boyda Bəni Haşimi qəbiləsindən olan mallı mülkçü bir qadın idi. Hansı ki, Peyğəmbərə görə bir qula Zeydi verdilər yoldaş kimi. Bunlar evlənir. Müəyyən müddətdən sonra Zeyd ayə kontekstinə görə Zeyd bin Harislə Zeynəb bin Cəhşin arasında olan anlaşılmamazlığa görə Zeyd gəlir Peyğəmbərin yanına və mən boşanmaq istəyirəm deyir. Peyğəmbər tarix yazır ki, 3 fərqli zamanda Peyğəmbərin yanına gəlir. Üçündə də Peyğəmbər boşanma, zövcəni yanında saxla, Allahdan qorx deyirdi. Ayə deyir bunu. Bax, 3 fərqli zamandan sonra Zeyd yenə də dözmür və axırda boşanır. Boşandıqdan sonra burada 2 dənə bidəti Peyğəmbər sındırır və aradan qaldırır. Bu günlərim sənin yaşadığın, indi Azərbaycanda yaşamırsan, Azərbaycan cəmiyyətində də
Azərbaycan cəmiyyətində də. Boşanmış qadınlara qarşı bir ön yarğı var. Sanki boşanmış qadın əxlaqsız, üzr istəyirəm, çox üzr istəyirəm, fahişə və Yo, onu tərbiyəsiz bir kim deyir, qadın. səhv eləyir. Onu kim deyir, Azərbaycanda səhv bu eləyir. anlayış var da qardaş, hansı ailə öz övladına, öz oğluna boşanmış və ya yan övladlı bir qadın alar. Demək olar ki, heç bir ailə almaz bunu, etməz bunu. Bax, bu məsələni 98% təbii ki. etməz. Peyğəmbərimizin Zeynəb bin Səhşi ilə evlənməsindəki ən böyük səbəb Allah Rəsulü Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin etalon, yəni bir nümunə olduğuna görə Allah ona görə əmr etdi ki, Zeydin yoldaşı Zeynəblə evlənsin ki, bir, boşanmış qadınla evlənsin. Bu bidət, bu düşüncə aradan qalxsın. Necə ki, bugün Azərbaycanda boşanmış qadınlarla evlənmirlər, orada da o dövrdə də o şey var idi. Birinci bu aradan qalxsın. İki, Zeynəb bin Səhşi bir qulun yoldaşıydı. Yəni Zeydin. Zeyd bir qul olub. Ümumiyyətlə biz tarixə baxdıqda görürük ki, vahşi bir qulurdu. Hətta o qadından heç kim evlənmirdi. O qadın yaşadığı cəmiyyətdə sürgün olunurdu. Qulaq as da qardaş. Peyğəmbərin Zeynəblə evlənməsindəki ikinci səbəb istər qul olsun, istər ağa, istər hökümdar. Bir qadın boşanıbsa o qadınla evlənməkdə şəri olaraq, əgər əxlaqsız və tərbiyəsiz bir qadın deyilsə, heç bir sorun yoxdur. Və Allah Peyğəmbərə bunu ona görə əmr etdi ki, Peyğəmbər bütün aləmlərə rəhmət olaraq göndərilmiş nümunədir. Allah Əzə və Cəl Quran-ı Kərimdə deyir, Muhammeddə sizin üçün nümunə vardır. O sizlər üçün ən gözəl nümunədir. Bu günlərim Ceyhun, fərz edək ki, bax məndən misal çəkdin, mənim xətrimə dəymədi. Səni qardaş biləm, özümə bir misal çəkirəm. Allah razı olsun qardaş. Fərz edək ki, sənin doğma bacın birinlə evli olur. Sonra bir problem yaşanır, boşanır. Mən gəlirəm müntəzir, sənin qapını döyürəm. Deyirəm Ceyhun, sənin bacın boşanıb, amma mən ondan evlənmək istəyirəm. İndi mən yaxşı oğlan deyiləm. Sən yaxşı oğlansan. Allah kömək olsun. Peyğəmbər başqa ondan Zeyddən başqa yaxşı oğlan yox idi ki, Peyğəmbər özü aldı, başqa bir oğlana məsləhət görmədi. Bax, cavab verdim axı, bunu Peyğəmbərin etməsində iminlə Allahın Peyğəmbərə bunu əmr etməsindəki səbəb bu idi ki, Sübutumuz yoxdur. var, Peyğəmbər aləmlərə nümunə idi. Birinci o etməli idi ki, insanlar ona baxsın etsin bunu. Ben icazə Ay olar. qardaşım, başla onu. Sən deyirsən ki, bunu Peyğəmbər öz elçisi, onda Peyğəmbər onu özünə görə elçi getmişdi də, belə götürəndə. Ceyhun Əgər özünə bəy. görə elçi Bəli, bəli, getmişdisə, buyur, əgər özünə buyur. görə elçi getmişdisə, niyə görə? Zeyd Peyğəmbərin yanına boşanmaq istədiyi üçün gələndə Peyğəmbər ona boşanma dedi. Elə birincidə deyərdi ki, boşan. Yaxşı, Zeyddən başqa yaxşı oğlan yox idi o teritoriyada. Birini göstərik edə onu sana. Ay Ceyhun, deyirəm ki, Peyğəmbər bunu etməli idi ki, cəmaət də nümunədir, buna baxsın etsin bunu. Yaxşı, Peyğəmbər özünə sərf eləyəni niyə demirsən? Bəlkə Peyğəmbər özünə sərf eləyəni eləyir. Mən sənə Allahu Əkbər, nə sərf eləyəcək Peyğəmbərə? Sərf eləyəni eləyir. Mən sənə Allahu Əkbər, nə sərf eləyəcək Peyğəmbərə? Peyğəmbərin zaten Zeynəbdən qat-qat imkanlı, nəsilli, nəcabətli zövcələri var. Misal üçün, Xədicə xanım, salamullah əleyha, Zeynəbdən qat-qat daha sərvəti var, qat-qat daha böyük malı mülkü var, böyük qəbilələrdəndir. Neyniyir Zeynəbi? Cavab ver. Mən də belə fikirləşirəm. Qardaş, internetin getdi, bura. Məndə internet getdi, ya sən də bilmədin. Yenə icazə Mümtəzir, sən biraz dincələrsən bayaqdan. Buyur, ata, buyur. Ceyhun bəy. Bədən alıram, buyur. Asır abi, başa düşürsən indi mən nələr çəkirəm. Danışın, qulaq asın. Müntəzir bəy deyir ki, Yox, səni belə, qardaşım, səni belə narahat edilməmsə canlımdan çıxın, bir də canlığa gəlmə. Növbət verə qardaş, sənə mən heç nə demirəm. Müntəzir biraz dincəlsin, istirahət eləsin bayaqdandır. Ceyhun bəy, baxın, Müntəzir bəy gözəl bir izah verdi ki, daha doğrusu təfsiri, ayənin təfsirini gətirdi ki, izahını gətirdi ki, həmin dövrdə bir qulun boşadığı bir qadınla heç kəs evlənmirdi. Aşağılıq bilirdi özlərinə bir növ, alçaqlıq bilirdi bir növdə. Özlərini sığışdırmırdılar ki, qulun boşadığı birisi ilə, kölənin boşadığı bir qadınla evlənmək. İndi siz deyirsiniz ki, Peyğəmbərdən başqa birisi yox idi ki, Peyğəmbər ona məsləhət görsün o qadınla evlənmək. Düzdürmü? Bəli.
İndi siz təsəvvür edin ki, həmin dövrdəsiz peyğəmbər belə bir şeyi sizə deyir ki, Zeydin boşadığı, kölənin boşadığı bir qadınla evlənmək sizə deyir. Hansı ki, həmin cəmiyyətdə bu şey yaxşı qarşılanmır. Sizə deyir ki, bu qadınla evlən. Siz qayıdıb deməzmisinizmi ki, əgər yaxşı bir şeydirsə özün elə də. Əgər o sizin üzr istəyirəm, əgər o sizin dediyiniz kimi peyğəmbərsə bunu mənə izah eləyəcək. Başa salacaq. Məni bu yola deyəcək ki, qardaş, kölə var, izah eləyir. Deyir ki, kölənin boşadığı qadınla evlənməkdə problem yoxdur. Allah haram etməyib, qadağan etməyib. Amma cəmiyyət pis baxır da. Sənə də deyir ki, evlən. Cəmiyyəti nəzərə al, bir dənə səbirli ol qardaş. Bax, cəmiyyəti nəzərə alır, sən də deyirsən ki, mənə nəcər baxarlar da, yəni istər-istəməz, düzdürmü? Hamımız bunu fikirləşək də. Necə ki, bayaqları misal gətirdik ki, cəmiyyətin nə deyər deyə yaşamamışam bu günə qədər. Dedim də bir dənə səbirli ol qardaş. Necə ki, bu günlər siz olmayın, filankəs olsun, mən olum və yaxud da başqası olsun, fərq eləmir. Necə ki, cəmiyyətimizdə boşanan bir qadına, hələ kölə yox, ha, normal boşanan bir qadına, necə ki, evlənməyi və övladına özünə gəlin etməyi pis bilən valideynlər var. Düzdürmü? Ki, cəmiyyət nə deyər? Düzdür? Eyni ilə də Peyğəmbərin vaxtında, Peyğəmbər əgər bunu özü yox, başqasına desəydi ki, sən evlən, ay filan kəs. Peyğəmbərə birinci irad bu gələrdi ki, əgər yaxşı bir şeydirsə, birinci özün eləyərdin. Niyə eləmirsən ki, bizə məsləhət görürsən? Polnu deyərlərdi, o mənim qızım yerindədir. Necə? O Polnu deyərlər, o mənim qızım yerindədir. Mən ona elçi getmişəm. Qızım yerində deyə bir ifadə yoxdur axı, qardaş. Qız bağı deyə bir şey yoxdur. Bibisi qızıdır Zeynəb Peyğəmbərin. Qardaş, Peyğəmbərlə arasında çox az yaş fərqi var idi. Peyğəmbərlə bir yerdə böyümüşdü Zeynəb bin Cəhşi. Zeynəb qardaş, sən lakonik məsələni bitirirəm. Çox uzatmırıq. Həqiqətən başqa insanları da qaldırarıq, söhbət eləyərik. Hətta ümumiyyətlə başım ağrıdır. Yenə də deyirəm, vaxt uzaldım, sənə üzr istəyirəm. Bir dənə sual verəcəm. Bu məsələ, yəni sənin nəzdində götürürəm. Bir nəfər oğulluğa bir qadın, kişi bir nəfəri götürür, böyüdür, evləndirir, boşanandan sonra onun evli olduğu qadınla evlənir. Bu əxlaqsızlıqdır. Necə üzr istəyirəm, bir dənə təşkilata başqa dönərəm. Oğulluğun arvadı ilə evlənmək əxlaqsızlıqdır. Oğlumun arvadı ilə? Oğulluğun arvadı ilə evlənmək, boşadığı qadınla evlənmək. Olmaz. Tamam, əxlaqsızlıqdır. Əxlaqsızlıq adiyyəti yoxdur. Bax, bir şey olmaz. Nə bu əxlaqsızlıqdır? Azərbaycan Respublikasının Konstitusiyası Ailə Məcəlləsi 12.1.6-cı maddəsinə görə bir kəs himayəsinə götürdüyü, böyütdüyü və böyütdükdən sonra evləndirdiyi, evlənəndən sonra da boşadığı qadınla bir kişinin, vəlinin həmən o qadınla evlənməsində icazə verir. İndi, əgər bu olmazsa, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclis buna niyə icazə verir? Şu Azərbaycan Respublikasının konstitusiyası elə bir ölkələr var ki, orada konstitusiyalar var ki, sənin heç belə çıxmasın, nə sənin, nə mənim ağlım çatmaz ki, bunlar nə qayırır? Tamam, mənə bir dənə konstitusiyonlu qanun gətir hər hansısa bir ölkədən ki, bir kəsin himayəsinə götürdüyü bir şəxsin evləndiyi bir qadınla boşanandan sonra o qadınla o kəs evlənə bilməz. Belə bir konstitusiyonlu qanun. Azərbaycan konstitusiyasında belə bir şey var. Əmi qızam oğluna evlənə bilməz. Səhv etdim. 5 il əvvəl var. 5 il əvvələ qədər yox idi belə şey. Ona qalsa 6 il bundan qabaq, 6 il bundan qabaq Azərbaycan Respublikasının konstitusiyasına görə Azərbaycanda yaşayan X bir adam öz doğma bibisi və ya xalası ilə evlənə bilər. Daha doğrusu. Din deyir. Din demir, qardaş. Konstitusiya icazə verirdi bunu. Başa düşdüm. Hə. Azərbaycan konstitusiyasında var ki, əmi qızı əmi oğluna evlənə bilməz. Bax, adam mənim dediyimi deyirəm, deyir başa düşdüm. Bax, maraqlısı bizə nədir? Bir dənə sən... Mən sözü deyirəm, bax, mən ən çox sən nəyə təəccüb edirəm? Mən bir dənə sözü deyirəm. Sən çox danışmağın səni haqlı çıxartmır, qardaşım. Qardaşım, mən zaten çox danışmıram, mən ümumiyyətlə sən artıq danışmıram. Sadəcə bir şeyə təəccüb edirəm ki, mən bir dənə ifadə işlədirəm. Ceyhun deyir ki, bax, cavab budur. Danışıram, Ceyhun belli. Başa düşdüm, təzdən qayıdır eyni məsələ. Qardaş, başa düşdüm demədi, onu da denəm başa düşmədim. Bax, deyirəm ki... Sənin sözünü başa düşdüm, sənin fikrini yox, sənin sözünü başa düşürəm, sənin fikrini başa düşmürəm mən. Bax, mən sənə deyirəm ki... Mən başa düşdüyüm məqsədim budur. Allahu Ekber. Sən deyirsən ki, Peyğəmbər niyə Zeydin yoldaşı ilə evlənmişdi, düz? Bəli. Mən də sənə izah elədim niyəsin. Sən dediyinə bir sübut yoxdur, sən mənə Quranı sübut gətirsən, mən Quranı oxumaq. Nəyə sübut yoxdur? Buna sən gördüyün müddətdən, doğulduğun gündən bu günə qədər elə bir atmosfer görmüsən? Elçiliyə gedən adamı, bu boşanan adamı öz alsın. Zeyn qardaş. Elə bir atmosfer görmüsən?
tarixdə belə bir kontekst zaten peyğəmbərdən başqa olmayıb. Ona görə də insanların bunu etməməsi bu o demək deyil ki, bu xətalıdır. Zaten biz bu ayənin kontekstində belə bir məcburiyyətin olduğunu görmürük. Hesab 37 bizə məcbur etmir bu şeyi. Bu mənim seçimimdir, etməyə də bilərəm. Sadəcə peyğəmbər bunu niyə etdi sualının cavabı budur ki, peyğəmbərin bunu etməsinin səbəbi onun boşanmış qadınlarla evlənmək olmaz bidətini və bir qulun yoldaşının əgər qul yoldaşın boşayıbsa o qulun yoldaşı olduğuna görə onunla evlənmək olmaz bidətlərini aradan qaldırdı. Peyğəmbərin evlənmə səbəbi buydu. Aydındır? Qardaşım, bax, and olsun inandığın Allaha, inandığım Allaha. Sən deyən fikri var ha, mən başa düşürəm. Amma dərk eləmirəm ki, bu nətər ola bilər? Axı Bilirsən niyə dərk eləmirsən? Səbəbini deyim. Çünki sən 2026-cı ildə Azərbaycandan təlqin almış, Azərbaycan ürfünü və Azərbaycan ailəsindən dərs tədrisi görmüş, mədəniyyət və əxlaq ürflərini görmüş, 2026-cı ilin sosiologiyasının təsirləri altında böyümüş bir ədəd ceyhunsan. Amma sən Ərəb toplumunun sosiologiyasını, psixologiyasını sən gətirib 2026 ilə müqayisə edirsən. Etməməlisən. Əslində bu akademik bir yanaşma deyil. Sənin yanaşman qardaş elə bir ki, o qədər belə xətifə dəyməsin. Vallahi o qədər belə aşağı bir yanaşmadır ki. Məsələn, mən sənə bir daha söz deyim. Qədim Roma imperatorluğunda Roma imperatoru öz hökmranlığı davam etsin deyə öz qızı ilə öz oğlunu evləndirirdi ki, nəsli özündən artsın. Bugünkü gün Romada yaşayanlar bunu yanlış hesab edir. Amma bir zamanlar bunu ediblər. İndi bunu ediblər deyə o adamlara Romalılar əxlaqsız deyir, demir. Bilirsən niyə demir? Çünki onlar bilir ki, Romalılar bilir ki, 2026-cı ildə yaşayan ürf, adət, toplum onların sosial durumuyla qədim Romanın ürfü, adəti və sosial durumu eyni deyil və müqayisə oluna bilməz. Sən Peyğəmbər dövründəki sosial durumla indiki sosial durumu müqayisə etməyin. Qardaş, vallah cahillikdir. Tez, qardaşım, bax, mənə çatmayan şeylər var. Başqa dönərəm sənin. Bax, izah edirəm ki, sənə sosial durumların müqayisə etmək xətalıdır. Razıyam. Keçən il Məhərrəmlik ayı neçəsi idi? Keçən ildən söhbət gedir də, 2025-ci ildən. Məhərrəmlik ayı neçəsi? Elə edirsən, qardaşım. Necə? Sözlüdür. Tarixi neçəsi idi? Sözlüdür. Bu il 10 gün qabağa gəlir də. Hər il 10 gün 10 gün qabağa gedir. Dəqiq tarix bilinmir, yoxsa necə? İndi zehnimizdə deyildi. Bir də onu girib axtarmayaq ki, keçən il Zehnimizdədir. Hətta keçən il Məhərrəm ayı hansı aya düşmüşdü miladi təqvimindən, bir də onu girib 10 gün qabağa fırladıq da, qardaşım. Tamam da bu fərqin sual nədir indi burada? Dəqiq tarix niyə bilinmir? Kimdir ki, bilmirəm. Qəfdən istəyirəm. Ceyhun qardaş, tarixin belə fərqli olmasının səbəbi təkcə tarixin dəqiq bilinməməsi deyil. Ümumiyyətlə, tarix dəqiq bilinir. Sadəcə, məsəl üçün, arada fevral ayının gün fərqi var, saatların geri və irəli çəkilmə məsələləri var, hicri təqvimlə miladi təqvim arasındakı ümumiyyətlə irəliləyiş, metod, gün sayı fərqi var. Bütün bunların Biz hansı təqvim deyir? Hicri təqvimdə? Xeyr, biz miladi təqvimdən yaşayırıq Azərbaycanda. Günəşdən miladi təqvimdəyəmsə, mən hicri təqvimi niyə yaşamalıyam? Sən zaten hicri təqvimi yaşamırsan. Təkrar edirəm, Azərbaycanda hal-hazırda miladi təqvim yaşanır və biz ümumi məsələlərə yanaşanda görürük ki, təqvimlərdə dəyişməkdə bu, misal üçün, günlərin bir gün aşağı, bir gün yuxarı olması, ümumiyyətlə, nəinki Məhərrəmlik ayının, bütün günlərin tarixini dəyişir. Bu yalnız xüsusiləşdirilmiş bir gün deyil. Misal üçün, aşağıdan da yazıblar, mən də bu. Məsələn, ay təqvimi 365, günəş təqvimi 366, təqvim var 360 gün və s. dəyişir. Və bu təqvimlərin dəyişməsi, ayla günəşin hərəkət etməsi, yerlərindəki illik dəyişkənlik və s. bütün bu gün prosesinə təsir edir. Yəni, bunun dinlə aidiyyəti yoxdur. Dində tarix sabit. Mənim atam 2022-ci ilin iyulun 18-də... Təkrar edirəm, bax, başa düşməmsən. Hicri qəmər təqvimində, məsələn, hicri təqvimdə, Hicri təqvim, bu İmam Əlidən niyə söhbət gedir? Hicri təqvimdə, misal üçün, x gün, miladi təqvimin nəznində miladi təqvimə görə dəyişir.
Amma hicri təqvimdə sabitdir. Miladi təqvimdə ay və günəşlərin yerləri dəyişdiyinə görə, nə bilim, fevral ayına görə, saatların fərqinə görə və s. buna görə hicri qəmərdə sabit olan bir tarix miladidə yeri dəyişir. Misal sənin, amma sənə görə, yəni miladi təqvimdə sənin müşahidəyə görə artıq dəyişkənlik olub. Allah səbir ver. Qardaşım, Allah bizə səbir versin qardaş. Nasıl bayaqdan hər şeyə cavab verir. Bilmirik ki, sən müsəlman olmaq, şərmə şəhadət gətirmək istəmirsən əvvəldən. Bir başa düşün. mən kəlmə şəhadət gətirmək istəmirsən dedim, mən deyim. Əşhədü ən la ilahə illallah, əşhədü ən Muhammeden abduhu və Resulullah. Allahumma salli alə Muhammed. Yəni müsəlman oldunuz? Yox, kəlmə şəhadət gətirməklə müsəlman olmursan. Gəlin belə eləyək də. Biz sizə canlıya qalxandan bir 15-ə yaxın sual vermisiniz və mən səmimi deyəcəm, mən bu günə kimi illərdir yayım açıram. Heç kimə bu qədər efor sərf eləməmişdim. İlk dəfə idi sizə sərf elədim. Qardaş, yenə Və mən deyirəm, bundan şikayətçi deyiləm. Xoşdur, bir daha olsa və bunun bu qədər olacağını bilsəydim, yenə də dərdim. Tək ki, insanlar dinləsin, faydalansın, sizə də bir xeyrim olsun. Mən sadəcə bir sual vermək istəyirəm. Bu boyda cavabların içində Türkün məsələ olur dildə deyək ki, içinizə o tərpədən heç nə olmadı. Allah səndən razı olsun. Tərbədən bir şey var, amma yenə də deyirəm, o Gəl tərbədən mən şeylərdə... indi sənə bir qardaşın kimi tövsiyə. Buyur. Balaca qardaşın kimi tövsiyə. Buyur. Bax, gəl belə eləyək. Sən mənim şəxsimə yaz. Biz səninlə şəxsidə biraz daha kontekstdə, rahat şəkildə, sakit-sakit, daha uzun-uzun söhbətlər eləyə bilmə şansımız olsun. Amma eyni anda canlıdan elə bil aşağıya yuxarı qalxacaq digər insanlarla söhbət eləməyə şərait yarat və sənə bir qardaş kimi mən səni İslam dininə bir dəqiqə burada 2200 nəfərin qarşısında mən səni İslam dininə dəvət edirəm. Amma sənə gəl namaz qıl, oruç tut, nə bilim, onu elə bunu elə demirəm. Sən gəl burada kəlmə-i şəhadəti həqiqətən o bizdə deyirlər Azərbaycanda sidqi qəlbdən, səmimiyyətinlə de, İslamı qəbul et, amma yenə də araşdırmağa davam elə. Bu suallar İslamda ola da ola bilər də. Yəni bir adam müsəlman olaraq da bu sualları verə bilər. Burada heç bir sorun yoxdur. Mən sənə bir qardaşın kimi sənə həm dini kontekstdə, həm dünyəvi elmlərdə daimi olaraq sənin yanında olmağa, sənə hər cür dəstək göstərməyə, istər kitab dəstəyi olsun, istər elmi, mən sənə söz verirəm. Səndən xahişim budur ki, burada bu 2200 nəfərin içində bir dənə kəlmə-i şəhadət edilən İslamı qəbul et və araşdırmağa gəl, bir iki qardaş bir yerdə davam eləyək. Necə təklifdir? Mən səni İslama dəvət edirəm. Çox gözəl, çox gözəl. Mən yenə deyirəm, mən bu İslam dini ki var ha, o haqda danışanda o qədər bəyənirəm ki, yəni həqiqətən bax, İslam dini qardaşım, bir dənə icazə ver qardaşım. İslam dininə gəlmək üçün ekstra bir şey lazımdır. Sadəcə gəl indi bir dənə burada kəlmə-i şəhadəti deyək bir yerdə, amma bayaqki kimi Elvin dediyi üçün tez-tez yox. Əşhədü ən la ilahə illallah. Demə üçün bunu. Qardaşım. Qardaşım, burada nə var ki, səni İslam dəvət etdi. Yox, heç zət yoxdur. Mən onu səhərə kimi də deyərəm. Amma yox, bax, mən istəmirəm də onu səhərə kimi deyəsən. Gəl, mən sənə deyirəm ki, yayındakı 2000 dənə müsəlman bacı qardaşım və mən səni istəyirik gözümüzə həm dünyəvi, vətənpərvərlik, vətən qardaşı kimi, həm də müsəlman qardaşı kimi qəbul edək. Burada nə var ki, əşhədü ən la ilahə illallah. Allah sənin o qapını daim açıq eləsin. Mənim istədiyim, bilsən, təzyiqlə yox da. Təzyiq var indi sənə hal-hazırda. Yox, bilsən deyirsən bunu denəm. Bax, yenə də deyirəm. Yox, mən dedim axı, bax, təklifim budur, bax. Təklifim budur ki, amma yenə də deyirəm. Qardaşıma qulaq as, qardaşım, sən danışmağı çox xoş deyən adamsan. Səhər-səhərdə durub işə gedəsən. Mən sənə məcbur istəmirəm edəsən. Mən istəyirəm ki, mənim dediklərimə bax, diqqətin məndə olsun. Gəl, İslam dinini qəbul et. İslam dininin daxilində olaraq bu araşdırmanı et. Yəni bu suallar verirsən. Mən onu demək istəyirəm də. Mən onu demək istəyirəm. İslam dinini qəbul etsən, yenə də araşdırma eləyə bilərsən. Sorun yoxdur. Demirəm ki, davay getdik namaz qılaq, getdik oruç tutaq. Hə? Hansısa bu sual, bax 2000 nəfər adam var. Hə. Mən 2000 nəfər içində sənin dediyinə görə razılaşıram. Nətər razılaşam? Hansısa bir sual çıxsa qabağıma. Söz verirəm sənə bir qardaşın kimi. Sən məndən sonra laf lazım gəlsə dostluq da eləyirəm. Yaxşı, sən denən mən təsdiq. Davay. Əşhədü ən la ilahə illallah. Əşhədü ən la ilahə illallah.
və əşhədü ənnə Muhammədən Rəsulallah. və əşhədü ənlə Muhammədən Rəsulullah. Və əşhədü ənnə əmirəl müminинə Və əşhədü ənlə Əliyyən əmirəl müminинə Əliyyən vəliyullah. Əliyyən Vəliyullah. Allah yezdə lənət eləsin. Bunu da deyirsən vəsə. Allah kimə lənət eləsin? Yezidə. Vay, ona həmişə lənət eləsin. Allah həmişə ona lənət eləsin. Qardaş fitri Allah olaraq aşkına. şiədir, prosta bilmirəm. Səhər dostum axşamı ona lənət Bax, eləsin. mən indi səni dostluğa atıram. Səni takib edirəm. Mənim şəxsimi istədiyin vaxt yaz, istədiyin vaxt məndən nə sualın var şəxsimə yaza bilərsən. Mən Allah normalda, mənim direktimdə bir dəqiqə oxunmamış bəlkə də 20.000 mesaj var da. Mən tam sənin bir qardaşım. Sən nə sualın olsa hər zaman ona cavab verməyə burada bu boyda adamın içində söz ver. Sən məni təzədən o namaza qaytar. Namazı o qədər mən namaz qıldım, o qədər sakit adam idim. O qədər amma namazı Aşağıda gör nə qədər adam səni təbrik eləyir. Aşağını oxu. Allah köməkləri olsun. Yenə deyirəm, mən namaz qılırdım. 4 il namaz qılmışam qardaş. Mən o qədər sakit, təmkinli adam idim. Namazdan ayrıldım, bir sənə tələdim. Suallar çıxdı. Qaytara bilirsən ora. Qaytara bilirsən. Mən sənə də deyirəm də səninlə dostluq eləyir də, qardaşın səninlə dostluq eləyir. Nə sual olur? Şəxsimə yazırsan, qardaşın sənin xidmətindədir. Mən də Hasanlıyam. Allah şahidim olsun. Bir dənə balam var, tək onun canı. Bax gör nə deyirəm. Nə vaxt nəsə ehtiyac olar, bir qardaş kimi zəng vur. 24 saat. Allah razı olsun. Təşəkkür edirəm. Mənim üçün hal-hazırda bu yayımdan çıxandan sonra bir dənə dua eləsən kifayət eləyir. Sən mənə söz ver ki, mən səni ora qaytaracağam, amma düzgün yolla. Mən sənə söz verirəm ki, sənin hansı situasiyada nə sualın olsa, öz bilgim daxilində nə bilirəmsə tam məlumat verəcəm. Bilmirəmsə də tam araşdırıb məlumat verəcəm. Söz verirəm. Allah evlisən, subaysan qardaşım. Üzr istəyirəm. Yo, Allah balığı saxlasın. Heç sat demə. Allah balığı saxlasın. Allah razı olsun. Məni. Sən mənim bildiyim 5 dənə kişi varsa biri sənsən. Allah razı olsun. Allah köməyin olsun. Allah sənə üzr istəyirəm, canlıda olanların vaxtını aldım. Dönə. Gözən xeyrə qalsın qardaş. Allah əmanət. Allah səndən razı olsun. Öpürəm səni qardaşım. Sənə direktdə yazacağam. Ola bilər Mütləq. Dostluq atmışam sənə. Mən yaz. Vay, mən sənə çoxsa banjdan pul götürmək bu qədər çətin deyil idi. Sənə canlığa qoşulmaqdan sonra. Sən ki burada müsəlman oldun, şəhadətini gətirdin. Sənə bir daha qardaşın, yayımda olan 2200 nəfərin içində bir daha səni mən, həm yayımda olanların hamısının adından səni qucaq dolusu təbrik edirəm. Sən bizim həm vətənimiz olaraq, həm dinimiz olaraq. Mən bu qədər zaman söz vermişdim. Tutdum, yoxsa nətər? Bəli, sən tutdun. Allah səndən razı olsun. Bir dənə namaz qaldı, onu da inşallah qılarsan. Yox, namazı sən bir dəqiqə canlı açın, mən də qılım, sən bax, ya namaz da qılım. Yox, o fitrətən o məsələlərin həllini çox zaman. O fitrətə məni gətir. Yox, qardaş deyir ki, söz verdiyimi elədim. Deyirəm, bir dənə namaz qaldı, o söz vermişdim. Onu da inşallah eləyərsən vaxtı gələndə. Allah razı olsun. Öpürəm sizi, gözəl xeyrə, bağrıma basıram. Yenə də üzr istəyirəm, canlınızdan vaxt uzaldı. Mən çıxa bilmirəm, mən qardaş, buradan çıxart rədd elə də, başqa dönərəm. Estağfurullah. Qardaşa kömək eləyin, qardaş çıxsın inşallah. Moderatorlar Allah. Sağ ol, qardaş. Uşaqlar, gördünüz, ham aşağıdan yazırdı ki, qardaş bəsdir, yorulduq, nə bilim nə oldu. Mən o adamdakı o meyyarı görmüşdüm. Yəni o adam həqiqi səmimiyyəti var idi o adamın. O adamdakı sadəcə o qədər fərqli yerlərdə fərqli şeylər dinləyib, o qədər yerlərdə həmd olsun aləmlərə Rəbb olan Allaha, həmd olsun Allaha. Sonsuz həmd və sənə olsun Allaha ki, bu gün də bir nəfəri müsəlman elədik. Müsəlmanların biri də atdı, qardaş. Qardaş ümumiyyətlə namaz qılmağa bəhanə axtarır.